İçki içən birini necə uzaqlaşdırmaq olar? Bəlkə onu Ramidən yaxınlaşdırasınız Səfərova Allaha. yazır. Hə, içki içən bir Bəli. insandan necə uzaqlaşmaq bir sualdır. İçkidən necə uzaqlaşdırmaq İçki olar? içən birini necə uzaqlaşdırmaq olar? Başqa Yəqin ki, sualdır. Başqa deyil ki, yəni içki içən bir insan bağışlayın. Sualınızı indi başa düşdüm. İçki içən insanı içkidən necə uzaqlaşdırmaq olar? Həmən içkinin insan həyatında olan zərərlərindən danışmaq. Yəni, şükür olsun Allah həkimlər də bugün deyir nə qədər insan səhhətinə ziyanı var, zərəri var. Hətta mən bir dənə hədis çıxdı qabağıma, bir müddət ondan qabaq. Dedi, bir insan içkini Allah xatiri tərk etməsə. Allah xatiri də yox. Evdəkilər tutaq ki, namaz qılır, tutaq ki, oruç tutur. Onlar yalvarır, yaxay ki, bizə xatir içkini qoy kənara. Onlara xatiri də atsın, xeyri var, hədisdə var, faydası var. Bu ikinci bir məsələ. Bir də ki, Allah haram eləyib də onu izah edin. Yaradan onu sənə haram eləyib. Mənim qardaşım. Allah sənə onu haram eləyib. Və içkin özü haqqında Quranda haram olması haqqında da ayə hərdən deyirlər, var, yoxsa yoxdur. Quranda 2 dənə ayə var ki, onları yan-bayan qoyanda içkin haramlığı çıxır. Yaxşı, bir ayədə Allah ismun kəlməsini işlədib, bir ayədə də Allah deyir, o haramdır. 2 dənə ayəni yan-bayan qoyanda, dostlara deyərəm o ayələri atsınlar, görüm, ata bilərlər indi, yoxsa yox. İçkin özü də Quran-ı Kərimdən haram olduğu çıxır önə. Bu bir məsələnin bir tərəfi və 3 dənə cəhət dedim də, bu şəkildə asas-da izah verməklə ümid edirəm ki, bir vaxt saxlayarlar, içkini qoyarlar kənara. Vay o gündən ki, insan içki alında ölüm mələyə gələ yaxalıya. Bunları düşünmək lazımdır. İçki şəkildə dünyanı değişmək nə pis ölümdür vallah. Allah bizə gözəl yaşamağı nəsib eləsin. Mən bir dəfə Ramazan ayında eşitdim, Güzüşdən Oxtay. Bir nəfər Ramazan ayında oruç tutmamışdı. Üstəgəl orucluq vaxtı içki içmişdi və elə də ölüm mələyi gəlir canını almışdı. O qədər üzüldüm onun həyatına ki. Dedim, bu nə həyif insan gələ həyatını bu şəkildə tərk edə gedə. O 2 dənə ayədir, dedim, indi atsınlar mənə, o ayələri izah verəcəm. Bəli, bəzən olur, müsəlmandır, ya görürsən ki, yəni dindən də çıxmayıb, ateist də deyil, müsəlmandırsa, amma məsələn, o içkini içərkən bir-birinə deyir, nuş olsun. Haram, Allahın haramını nuş eləmək, yəni bunun özü də bir ağırlaşdırır məsələni. Bəli, o deməklə heç nuş da olmur, amma hər hal düzdür də, o düzdür.